çox vaxt mən burada bir ekspert kimi əyləşmişəm. Əgər belə mümkünsə bu məsələlərə. Və siz jurnalistsiniz. Bəli. Siz bilirsiniz ki, mən jurnalist ailəsində böyümüşəm. Bəli. Və Azərbaycan futbolunun Azərbaycan futbolu daha azlanacaqlı vəziyyətdə olardı, əgər jurnalistlər olmasaydı. Bunu 50 ilə yaxındır. O yaşıl otun üstündə böyüyən və bu günlərə gəlib çatmış bir insan kimi deyirəm. Amma nə baş verir? Təbii jurnalistin borcudur. Vəzifə borcudur. Bugün verilişlər nəyə görə gəlir? Bu tipli məsələlər müzakirə olunsun. Və hamımızın da istəyi, əvvəldə dediyiniz kimi, futbolumuzun inkişaf etməsidir. Az mı ittiham eləyirlər sizi? Üzürlü sayın bu ifadəyə görə, dönə-dönə üzr istəyirəm bu ifadəyə görə, az mı mətbuat konferanslarında deyilib ki, boş-boş suallar verilməsin? Bu yaxınlarda da deyilmişdir. Bu yaxınlarda da deyilmişdir. Rəsmilər demişdir. Hətta AFFA rəsmisi dedi bunu, yəni. Yəni, mən də bunun qarşılığını verirəm ki, niyə hansısa bir komandanı ya müdafiə, ya tənqid, ya ümumiyyətlə Qarabağ finala doğru mu çıxıb, Araz Naxçıvan niyə doğru çıxmayıb, bu müzakirələr olmalıdır. Maaşları yerində, müqavilələri yerində, klubu müdafiə edən insanlar çıxıb onu müdafiə etməlidir. Onların vəzifə borcudur bu. Amma son təxmini bir 10 il elə tendensiya yaranıb ki, necə ki futbol sıfıra indirilib, elə bir tendensiya yaranıb ki, hamısına aid deyil. Əksər klublarda, çünki çoxu təsadüfi insanlardır, kimlərin kadrıdır, bunu da bütün Azərbaycan bilir. Siz bilirsiniz, mən açıq danışmağı sevən insanam. Bəli. Və bir, futbolu bilmirlər. İki də, rahat həyatların sürürlər. Jurnalistlər danışsın, ekspertlər danışsın. Dəfələrlə olub ki, sizin həmkarlar mənə müraciət ediblər, hansısa bir epizodla bağlı belə üzrxahlığını bildirmişəm. Demişəm, həmin klubdan açıqlama alın, zəhmət olmasa. Ondan sonra biz açıqlamamızı verərik. Rahat oturublar, dediyim kimi, ekspertlər çıxış eləyəcək, azarkeşlər fikirlərini bildirəcək və təbii ki, siz jurnalistlər bu tipli məsələləri biz yoluna qoymadan, ona görə dedim ki, mübahisələr yox, fikir mübadilələri aparıb Azərbaycan futbolunu qaldırmalıyıq biz. Əgər biz həqiqətən Avropa səviyyəsində ən azından tək Qarabağ deyil, bu yolu ilk öncə Azərbaycanda Neftçi gedib, Qarabağı, Qəbələsi və bugünkü sıfır vəziyyətdə olan futbolun bir klubu 10 ildir davamlı qruplarda çıxış edirsə, yəni biz yüzlərlə Qarabağa qarşı, yəni Neftçidə olduğumuz dönəmdə, yəni onlarla, təbii yüz olmaz, onlarla rəqib kimi biz çıxış eləmişik. Və çempionluqlar yaşamışıq, Neftçiyə gələrik, yəni qabaqlamaq istəmirəm.